Mən də hər kəsi salamlayıram. Bu vaxta qədər gözlədiyiniz üçün öz adımdan təkrar təşəkkür edirəm. Uşaqlıq boynu xərçəngi ilə bağlı önəmli məsələlərin hamısı müzakirə olundu və aydınlıq gətirildi. Amma məsələ burasıdır ki, uşaqlıq boynu xərçəngi o qədər ciddi problemdir ki, düşünürəm ki, təkrar etməkdə, bəzi məsələlərə təkrar toxunmaqda fayda var və uşaqlıq boynu xərçəngi üçün HPV haqqında sabahdan bəri onun necə maddi, psixoloji, sosial bir problem olduğu, bir xanım üçün yük olduğuna toxunduq. Və ən sonda indi isə bizim artıq bir nəticə olan uşaqlıq boynu xərçənginin də qadın üçün necə bir qorxu yaratdığını da bilirik və ona görə nə edə bilirik ondan danışacağız. Və uşaqlıq boynu xərçənginin qlobal bir problem olması həqiqətən üzücüdür. Burada baxsaq görürük ki, qlobal bir bərabərsizlik var. Ramin doktor da slaydında göstərmişdi. Əslində bir qadının yaşam boyu bu xərçəngə düçar olma riski çox yüksək deyil. Amma burada qlobal bir bərabərsizlik var. Çox üzücüdür ki, xəstələrin 85%-dən çoxu bəlli bir coğrafiyada, yəni inkişaf etməkdə olan ölkələrdə qeydə alınır və bu xəstələr də təəssüf ki, sürünərək ölür. İkinci məsələ odur ki, burada əslində xəstəliyin gec diaqnostikası ölümə gətirib çıxaran bir faktordur. Mən ginekoloji, onkoloji cərrahiyyəsi ilə məşğul olan həkim kimi bilirəm ki, kolleqalarımla biz cərrahların burada rolu 25% keçmir. Xəstələrin 75-80%-i artıq cərrahi şansını, radikal bir tədavi şansını itirərək gəlir. Və yenə də son illərin statistikasında da yenə də bu deyilmişdi, təkrarçılıq olur. Uşaqlıq boyundan xəstələnmə sayı il ərzində 660 mini keçir, ölüm isə 350 minə yaxınlaşır. Bu da digər xəstəliklərlə sıralamada baxsaq, xəstələnmə göstəricisinə görə süd vəzi, ağciyər və kolorektaldan sonra 4-cü yerdə durur. Ölüm strukturunda da yenə də baxsaq görürük ki, əksərən Afrika, Mərkəzi Amerika, yəni inkişaf etməmiş bir regionlarda əsasən qeydə alınır. Etiyologiyasından artıq mən qeyd etməyəcəm, amma bir dənə bu cümləni demək istəyirəm ki, uşaqlıq boynu xərçənginin yaranması üçün HPV-nin 10-20 il ərzində persist etməsi və bu ağır nəticələrə gətirib çıxarması üçün period gərəkir və risk faktorları da gördüyünüz və bildiklərinizdir. Və uşaqlıq boynu xərçəngin əsas histoloji tipləri 75-80%, bəzi ədəbiyyatda 80-90% yastı hüceyrəli karsinomadır. 20% hallarda isə adenokarsinomadır. Bu slaydı qoymaqda da məqsədimiz odur ki, nadir rast gəlinən histoloji tipləri də görəndə biz bilməliyik ki, bəzən şəffaf hüceyrəli, sarkomaları və digər şişlər rast gəlinə bilir. Tipik xəstə necə olur? Adətən bizim yanımıza gəldiyində 45-55'li yaşlarda və bu xəstələrin əksəriyyətində diqqət etsək, erkən evlənmə bir anamnezi var. 20'li yaşda evlənmişdir, doğuşları var və bu xəstələr bizə artıq şikayət olduqda gəlir. Şikayətdə gec bir mərhələdə olan bir simptomdur. Əsas simptomları bunlarda bol sulu, qanlı axıntı, postkoital qanama və s. Və gecikmiş fazada gələn xəstələrdə isə xəstələrin aşağı ətrafında ağrı, ödem, hematuriya, dizuriya, rektal qanama və aşağı ətrafların ciddi ödemləri ilə bizə müraciət edə bilərlər ki, bunlar da artıq sidik kisəsinin, rektumun, oturaq sinirinin prosesə cəlb edildiyini göstərən əlamətlərdir. Bir də preterminal simptomlar var ki, bunlarda da massiv qanaxma və uremiya ilə müraciət edə bilir. Və bu uremiya deməkdə məqsəd odur ki, heç təsadüf deyil ki, uşaqlıq boynu xərçəngində ölüm səbəbi də əsasən uremiya olur. Və fizikal müayinədə də baxdığımızda 3 qrupda dəyərləndirsək, egzofit görünür, yəni bunun olması daha yaxşıdır, erkən simptoma verir. Az hallarda, nisbətən az hallarda infiltrativ forma, buna bəzən çəlləyə bənzər uşaqlıq boynu törəməsi də deyirik biz müayinədə. Bizim ginekoloji müayinə zamanı görməməmiz
ola bilər, atlaya bilərik. Bu zaman serviksin içərisinə doğru endoservikal kanalı infiltrasiya edən böyük bir şiş törəməsi formalaşana qədər simptom verməyə bilər. Və sonra isə ülserativ forma görülür ki, bu zamanda erkən başlayaraq iltihablaşır və xəstələrdə irinli axıntı ilə müraciət edir. Əyanı göstərmək üçün burada egzofit forma, burada yenə egzofit forma, burada isə endofit forma, uşaqlıq boynu bu şəkildə fıçı ya da çəllək fari deyilir. Yayılmasına da gəldikdə yenə də uşaqlıq boynu birbaşa yayılma ilə ətraf toxumalara əsasən də parametriumə yayılır. Limfogen yolla yayılmasına diqqət etsək, orada əsasən obturator düyünlərdir, periservikal limfa düyünləri, sonra isə daxili və xarici qalça damarları boyunca yayılır. Və bir də bu xəstələrdə hematogen yayılmada ən azı 4-5% hallarda rast gəlir. Və uşaqlıq boynu xərçəngin limfogen yayılmasında biz əsasən pelvisi nəzərdə tuturuq. Doğrudur, buradakı rəqəmlərə baxdığımızda əsasən pelvisdədir. Amma onu da qeyd edək ki, xəstələr gecikmiş gəldiyi üçün periaortal limfa düyünlərində də metastazlar %27-yə qədər ola bilir. Yenə bir xəstədən göstərmək istəyirdim ki, insanlar da yorulublar. Bu xəstədə bizim PET-CT eləməsək bunu atlaya bilərdik. Çünki şiş uşaqlıq boynunda var. Pelvik limfa düyünləri təmizdir, intaktdır. Sadəcə periaortalda müayinə PET-CT bizə yol göstərdi ki, tutulum var. Və bu xəstənin əməliyyatından biz göstəririk. Həmin metastatik zədələnmiş limfa düyünlərinin hamısı çıxarıldı. Bunun da bizə faydası oldu ki, xəstənin adyuvant riskini doğru yönləndirə bildik. Yəni sadəcə pelvik radioterapiya deyil, genişləndirilmiş radioterapi protokolu tətbiq edə bildilər. Bizim təcrübədə də görünür ki, bəzən pelvik limfa düyünləri tam intakt olur, amma periaortal limfa düyünlərində yayılım ola bilir. Elə təsadüfi deyil ki, 2018-ci ildən bəri də staging məqsədi ilə, evrələmə məqsədi ilə PET-CT-nin də müayinələrə daxil edilməsi tövsiyə edilir. Bu xəstədə şişin ölçüsü də çox böyük deyildir. Ona baxmayaraq yayılma periaortal limfa düyünlərinə qədər getmişdir. Bizim yanaşmamızda baxışı dedik, makroskopik görüntünü qeyd etdik, egzofit, endofit, ülserativ ola bilir. Fizikal müayinədən sonra mütləq servikal biopsiya. Burada da həmkarlar dedi, əgər şiş törəməsi görülürsə, makroskopik şiş varsa, orada biz direkt biopsiyanı ala bilirik, kolposkopiya ehtiyacı yoxdur. Amma bizim makroskopik bir törəmə görmədiyimiz hallar olur ki, o zaman kolposkopiya nəzarətində biopsiya alınması lazımdır. Və bu xəstəliyin bilirsiniz ki, hamısı TNM təsdiqatı ilə gedir. FIGO mərhələsi ilə dəyərləndirsək də TNM öz aktuallığını saxlayır. TNM-də baxdığımızda T kriteriyası mütləq MRT ilə dəyərləndirməlidir. Prosesin lokal, regional yayılmasını T kriteriyası MRT ilə, yəni bu açıq yazılıb burada qızıl standartdır. Amma regional və sistemik yayılması üçün PET-CT tövsiyə edilir. Bu da həm nodal, həm də ki, uzaq orqan metastazını dəyərləndirmədə yetərlidir. Bir də xəstələr rektal müayinəni çox da istəmir, amma biz çalışırıq ki, onları dilə tutub rektovaginal müayinə ilə parametrial tutulumu müəyyənləşdirək ki, vaxt itkisi olmasın. Biopsiyada əgər şiş toxuması görülürsə, yaxşı panç biopsi ilə daha az invaziv yolla ala bilirik və belə şiş toxuması görülmürsə, kolposkopiya şansımız da yoxdursa, o zaman heç olmasa böyük geniş lip biopsiya ilə nisbətən yönləndirmək olar. Xəstəliyin mərhələsində çox bir dəyişiklik yoxdur. 2018-dən bəri bəzi dəyişiklik var. Onları ayrıca slayd olaraq verəcəm. Bizə gələn xəstələrdə təəssüf ki, 3B mərhələdə çox görürük. Yan ağrısı ilə gəlir, böyür ağrısı ilə, böyrək həkiminə gedir. Emin doktor göndərir bizə ki, serviks xərçəngidir. Hidronefrozla gələn xəstələrimiz çoxdur. Və bəzən 4A mərhələdə sidik kisəsinin və rektumun prosesə cəlb olunması ilə təəssüf ki, septik vəziyyətdə də xəstə gələ bilir. 2018-dən bəri nə dəyişdir, onu deyəcəm. Əvvəlki mərhələləndirmə proseslərinə PET-CT əlavə edildi və bir də patostoloji dəyərləndirmə əlavə edildi ki, o da
3C1-də pelvik limfa düyünlərində zədələnmə var, 3C2-də isə periaortal limfa düyünlərində zədələnmə var. Bir də 1B mərhələsi də 3 qrupa bölündü. 1B1, B2, B3 onlar da sonraki müalicə taktikasına təsir edir. Öncə də dediyim kimi bu ümumi baxsaq uşaqlıq boynu xərçənginin müalicəsinə burada cərrahi ilə məşğul olan həkimlərin işi çox azdır. Əsasən iş düşür radiasyon onkoloji həkimləri və kimyəvi terapiya ilə məşğul olan həkimlərin üzərinə. Çünki burada müalicənin təməl daşı radioterapiyadır. Amma seçilmiş xəstələrdə 1A, 1B2-yə qədər cərrahi tövsiyə edilir. Xüsusən də limfovaskulyar invaziyası olmayan 1A1-də konizasiya belə yetərlidir. 1A2-dən 1B1-ə qədər radikal histerektomiya ehtiyacı var və nodal dəyərləndirmə sentral limfodiseksiya ilə bu cür erkən mərhələdə aparıla bilər. Və 2018 LAK çalışmasından sonra da uşaqlıq boynu xərçəngində standart yanaşma bütün protokollarda görə bilirik ki, açıq əməliyyatdır. Laparoskopiya tövsiyə edilmir. Burada konizasiyada materialı və onun texnikası sxematik olaraq göstərilib. Yenə bir radikal histerektomi materialı göstərilib. Xəstə 33 yaşında gənc xanımdır. Uşaqlıq boynu biyopsiyasında uşaqlığın Səsin alaqda şaşqə edildi. Burada gördüyünüz kimi sidiqa xatları askıya qoyulub zədələnməmək üçün çanaq boşluğundakı böyük damarlar ətrafında limfodiseksiya. Tam ala bilərsiniz, özüm danışa bilərəm. Burada yenə də bir cavan xanımda 33 yaşında uşaqlıq boynu xərçəngi erkən mərhələdə 1A, 1-dən yuxarı idi və burada radikal histerektomi aparıldı. Ətrafdakı limfa düyünlərlə birlikdə şişin ölçüsü kiçikdir. Burada məqsədimiz heç olmaya 10-20 millimetr sağlam cərrahi sərhədlə əməliyyatı bitirməkdir. Sonra isə xüsusən obturator çuxurun təmizlənməsinə diqqət etməliyik. Çünki birincili zədələnən obturator çuxurdakı limfa düyünləridir. Bir də fertillik qoruyucu cərrahi var. Fertillik istəyi çox ön planda olan, yaşı 40-dan aşağı olan xəstələrdə biz bu seçənəyi təqdim edə bilərik. Və burada da qatı şərtlər var. Mütləq bu şərtlərə seçim kriteriyalarına diqqət edilməlidir. Şişin ölçüsü 2 sm-dan kiçik olmalıdır. MRT müayinəsi ilə sağlam cərrahi sərhədin ən azı 1 sm-dan çox buraxa biləcəyimizi düşünməliyik. Və nodal statusda da bizim əməliyyat zamanı nodal zədələnmənin olmamasını isbatlamalıyıq frozen müayinə ilə. Nədir burada? Əsasən aparılır radikal traxeolektomiya. Radikal traxeolektomiya yaxşı səslənir, fertillik qoruyucu xəstələrdə eləyə bilərik. Amma nəticələri çox da üz güldürücü deyil. Çünki xəstənin bizdən istədiyi hamilə qalmaq deyil, evinə bəbək götürməkdir. Təəssüf ki, hamilə qalsa belə ikinci trimestr düşükləri, erkən doğum, serklaj və serklaja bağlı fəsadlar da onlarla davam edir. Ona görə də bu xəstələrdə yekun qərar vermək çox çətindir. Seçim kriteriyaları dediyimiz kimi qatı şərtlərlə təmin edilir. Bir də gəlir üçüncü qrup yerli yayılmış forma deyirlər, lokal iləri evrə mərhələdə olan xəstələrdə. Burada müalicənin təməl daşı kemoradiasiyadır. Burada verilən karboplatin radiosensibilizator kimi təyin edilir, radiomimetik effekti var. Amma əsas müalicə effektin biz radioterapiyada gözləyirik. Və buradakı xəstəlikdə həm lokal regional kontrolu, karboplatin isə sistemik residivir azaldan bir yanaşmadır. Və burada laparoskopik olaraq biz birincili olaraq uşaqlıq boynu xərçəngin əməliyyat etmirik. Amma bəzən olur ki, biz xəstəni göndəririk radiasyon onkoloquna. Oradakı konsilium qərar verir ki, hazırdakı limfa düyünlərinin ölçüsü, metastatik limfa düyünün ölçüsü 4 sm-dır, 3 sm-dır. Biz bunu kimyəvi müalicə ilə ya da radioterapiya ilə kontrol edə bilməyəcək.
Belə halda biz minimal invaziv cərrahi üsulla ölçüsü 2 santimdən böyük olan metastatik düyünləri çıxarırıq. Uşaqlığa toxunmuruq, uşaqlıq boynu, uşaqlıq yerində qalır və biz o xəstələrdə sadəcə iri ölçülü limfa düyünlərini çıxararaq müalicənin kemoradiasiya ilə davam etməsinə vasitəçilik edirik. Bu da o xəstələrdən biridir. Konsilium qərarı ilə Milli Onkologiya Mərkəzindən bizə geri gəlmişdi. Biz göndərdiyimiz xəstə idi və burada bölünmüş limfa düyününü çıxararaq biz müalicə işlərinin pozulmamasına köməklik etdik. Bir də ki, burada limfa düyünlərinin əhəmiyyətini qeyd etməli istəyirəm. Burada həm müalicəni yönləndirir, pelvik radioterapi verəcək, yoxsa genişləndirilmiş sahə, metastaz varsa onu çıxarmaqla müalicəvi təsir göstərir və çox az bir qismdə, yəni seçilmiş xəstələrdə sentinel limfodiseksiyanı apara bilərik. Və burada parortal limfodiseksiya üçün şübhəmiz varsa, kəsinliklə sentinel limfodiseksiya ehtimalını kənara qoyuruq. Bu da yenə bir sentinel limfodiseksiya icra etdiyimiz xəstənin görüntüsüdür. Lateral periton kəsilir. Bir də bağın o giriş qapısından retroperitona girilərək sentinel limfa düyünləri bu uşaqlıq boynu xərçəngində negativ bir düşüncə yaradıb uzun illərdir. Ona görə də çox da tətbiq edilmir. Amma qaydalara görə əməl etsək, erkən mərhələdə və şişin ölçüsü kiçik olan xəstələrdə sentinel limfodiseksiyasının aparılmasında hər hansı bir qayda pozuntusu yoxdur. Burada da biz sentinel limfodiseksiyanı uyğun seçilmiş xəstələrdə icra etməklə sistematik pelvik və periortal limfodiseksiyanın potensial yan təsirlərindən qaçılmış oluruq. Belə ki, orada bilirsiniz, retroperitonda çalışanda duodenal zədələnmə ola bilir, qanama ola bilir, üreter diseksiyası fistula gətirib çıxara bilir və s. Sistemik limfodiseksiyanın potensial yan təsirlərindən qaçılmaq üçün diqqətlə seçilmiş xəstələrdə bu şəkildə sentinel limfodiseksiyanı icra eləmək olar. Biz də bəzi xəstələrdə, çox az hallarda tətbiq edirik. Və bunun postoperativ patoloji nəticəsi ilə də uyğunluğu hələ ki bizi yanıltmayıb. Bir də gəldik adjuvant müalicəyə. Bu da önəmli bir məsələdir. Kimyəvi müalicə, şua müalicəsi bəzən adjuvant olaraq verilir. Burada da artıq bilinən bir əzbərə bildiyimiz bir şeydir. SEDIS kriteriyaları və Peters kriteriyaları. SEDIS kriteriyalarına malik olan xəstə qrupunda biz adjuvant müalicə verməzsək, residiv riski 30%-ə yaxındır və buna bağlı da ölüm baş verəcəkdir. Peters kriteriyalarında risk daha da artır. Bu kriteriyalar nədir? Limfa düyünlərində metastaz, cərrahi sərhəddə şişin davamlığı, parametrial invaziya. Belə hallarda da adjuvant müalicə verilməzsə, residiv riski 40%-dan çoxdur və buna bağlı da ölüm qaçınılmazdır. Ona görə adjuvant, SEDIS və Peters kriteriyaları hələ də praktikada tətbiq edilən önəmli bir seçim meyarlarıdır. Burada bəzən cərrahi onkoloji ilə radiasiyon onkologiyasına çelişki yarana bilər. Amma hamımız üçün bir qayda odur ki, xəstənin gərəksiz artıq müalicə almaması üçün əgər biz düşünürüksə, cərrah kimi xəstə adjuvant kemoradiasiya alacaq, onda əməliyyat etməməliyik, birbaşa radioterapiyə göndərməliyik. Çünki tədqiqat qruplarında da bu iki qol arasında önəmli bir fərq yoxdur.